Mən Nəsirova Layla Zar, Elman qızı, Milli Məclisin deputatı Elman Nəsirovun ilk nikahından, yəni ilk rəsmi nikahından olan evladıyam, tək yeganə evladıyam. Mən, atam, anam, mənim 4 yaşım tamam olmamış, onlar rəsmi şəkildə ayrılmışdılar, mən anamın himayəsinə verilmişəm. Mən heç vaxtı öz kimliyimi hər zaman gizlətmişəm, belə videolar çıxış etməmişəm, həmişə çalışmışam ki, atamın işinə, iş nüfuzuna heç bir zərər, ziyan toxunmasın. Və hər dəfə mən onun tərəfini saxlamışam, müdafiə eləmişəm, öz ailəmdə, qurduğum ailədə dəfələrlə o təhqir olunub, dəfələrlə mən alçaldılmışam, amma hər zaman mübarizə aparmışam ki, mənim atama söz deyilməsin. Buna Allah şahiddir ki, mən hər zaman onun tərəfini tutmuşam. Baxın, bunu göstərdim, oxuyun. Mən ailə qurduğum üçün Əliyevadır. Başqa sənədləri göstərərəm. Nəsirova, Əliyeva Layla Zar, Elman qızı. Mən birazdan atamla anamın toy şəkillərini paylaşacağım. Qoy sübut olsun hər kəsə. Mən ailə qurmuşam. Atam mənimlə heç zaman maraqlanmayıb. Nə yemişəm, nə içmişəm. Heç vaxtı mənə bircə dəfə də olsun zəng eləməyib. Mənim ad günlərim olub, mənim ailə qurduğum olub. Heç vaxtı mənə nə bir zəng eləyə, nə mənim bir çətin işimdə yanımda ola, nə məktəbimə gələ. Həmişə tək olmuşam. Nə əziyyətlər çəkmişəm, heç zaman bilməyibdi. Heç vaxt məndən görüşməyibdi. O öz evini, hal-hazırdakı onun yaşadığı evi. Mən ilk dəfə 9 yaşımda mamam çox ağlayırdım, atamı istəyirəm. Məni mamam göndərdi atamgilə, o vaxt xalqlar dostluğunda qalırdı. Ailə qurmuşdu, yəni ögey anam məni saldı çölə 9 yaşım. Dedi ki, ya bu çıxıb getməlidir, ay Elman, mənim atama, ya da mən səndən boşanıram. Üzr istəyirəm, o da o vaxtda ikinci övladına, bətnində övladı var idi. Yəni hamilə idi. Məni atam zəng elədi anama ki, gəl qızımı apar, ya da onu kəndə göndərəcəm. Burada onu ögey anası zəhərləyər, başına iş gətirər. Bax belə. Yəni ondan sonra da atam ev telefonunu, atam adresini məndən gizlədir. Atam ümumiyyətcə anamdan çəkindiyi üçün, anamdan verdim, çəkindiyi üçünmü deyim, nə üçünmü deyim, bilmirəm. O ev telefonunu, o yaşadığı evi hal-hazırda məndən demir, gizlədir. Mən bilmirəm o harada yaşayır, onun ev telefonunu bilmirəm. Məni də bütün 2 nömrəm var, hər 2 nömrəmdən atıb bloka, nəyə görə onu da deyəcəm. Mən elə belə atamın belə laqeyd etdiyindən, ana nənə himayəsində qaldığımdan, anam tək qadın idi, çox əziyyətlərlə məni böyütdü, nənəm çox əziyyətlər çəkdi məni böyütməyimə. Çox çətinliklərlə böyüdüm və elə bu çətinliklərin səbəbində bir ailə qurdum, ailə həyatı. Onu da baxsam geriyə ki, düzmü etmişəm, səhv etmişəm. Peşmançılığım var. Peşmançılıq eləmişəm ki, kaş mən ailə qurmazdım həmin ailə ilə. Nəyə görə? Çünki mənim qaynatam içki aludəçisidir. Yəni bildiyiniz içir, alkaş kimi bir şeydir. O 2 gündən bir hər gün içir. Məni çox pis söyüşlərlə, ağza alınmayacaq sözə burada deyə bilmirəm. Çox pis söyüşlərlə məni söyür. Mənə ələ salır ki, sən yəsizsən, sistemə bağışlayın, sən bicənəksən, atan ananın bir gecəlik münasibətindən doğulmusan. Halbuki mən birazdan paylaşacağım onların toy şəkillərini, yəni mənim atamla şəkilləri, rəsmi nikahlarını. O məni ələ salır. Məni yoldaşım da, qaynatam da ələ salırlar ki, sənin ilk nəvələridir də, mənim 2 övladım var, bayaq vurguladığım kimi 1 yaş 11 ay qızım, 4 yaş oğlum. Gəlib görmür. Bircə dəfə də olsun atam gəlib nəvələrini görməyib. Heç vaxt gəlib mənim evimi, mənim qapımı, qaldığım ünvanı tanımır. Mən də xalqlarda yaşayıram, amma oranı o görməyib, tanımır. Mən dəfələrlə demişəm, ata, qaynatam məni içib, salır məni çölə, hal-hazırda mən çöldəyəm. Nə mənada? Dayım gilə sığınmışam. Dayım gilə evində qalıram. O xaricdə yaşayır. Mən o xaricdə olduğum müddətdə ana nənəmlə orada qalıram. 2 övladım yanımda. Oranın şəraiti yoxdur. Mənim cehizlərim, geyimlərim hər biri qalıb mənim qaynatamın evində. Çox pis vəziyyətdəyik. Yəni bu bizdə bir dəfə olmayıb. Mən 5 ildə ailəliyəm, 6-cı ilə keçibdi. Mən dəfələrlə çölə salınmışam. Dəfələrlə qaynatam tərəfindən pis təhqirlərə məruz qalmışam. Hətta yoldaşım özü ondan bacara bilmir. Öz atasının qohumlarını, atasının əmsi oğluna, atasının qohumlarını çağırıb deyir ki, ay ata belə olmaz. Mənim ailəmdən əl çək. Mənə yaşatdıqlarını mən uşaqlarıma yaşatma. Yəni o özü də bunu bilir. Onun qohumları da şahiddir buna. Yəni heç kim o insanla bacara bilmir. Onun yoldaşı da onun içki aludəçiliyindən xəstələndi, rəhmətə getdi. Bütün yoldaşımın xalaları, hər kəs deyir ki, o kişi bizim bacımızı o qədər bezdirdi ki, içib təhqir eləyib. Axırda arvad rəhmətə getdi. Yazıram ki, ata, sənin imkanın var, sən Milli Məclisin deputatısan, müxtəlif yerlərdə də böyük vəzifələrdə işləmirsən, xahiş edirəm mənə. Mənim öz adıma evim var. Sadəcə mənim evim Sipak şirkəti 3 ilə 5 il ərzində evi verəcək. Hələ ev 2017-ci ildən söküblər, evi vermirlər. O ev Sipak şirkəti deməli 3 ildə də 5 ildə də, yəni qonşular %70-dən çox ailə qalıb çöldə. Ev verilmir ki, mən gedim öz evimə köçüm, bu zülm əziyyətdən qurtulum. Mənim bugün sabah daim xaricdən gələcək, onun da öz övladları var, yoldaşı var, bir otaqlı evdir. Mən harada qalacağım? Hansı qohum evinə gedəcəm? Mənim rəsmi nikahım olurlar. Mən boşanmamışam, rəsmi evli olurlar. Uşaqlarım həmin evə qeydiyyatda olurlar. Mən hal-hazırda bunun qohumlarının evinə sığınmışam. Buradan müraciət edirəm baş prokurorluğa, polisə.
prezident aparatına, hər bir kəsə, prezidentimizə, yəni hər kəsə bildirmək istəyirəm ki, mən atam ola, mən Elman Nəsirovun qızı ola, mən hal-hazırda çöllərdəyəm. O Wikipediyasına, internetdə baxın, Elman Nəsirov. Orada qeyd edib ki, 2015-ci ildə onun 3 övladı var. O ailə qurduğunu, boşandığını, mənim kimi bir yəssiz qız ortalıqda qaldığını gizlədir öz iş nüfuzuna toxunmasınlar deyə. Mən 26 yaşım var mənim. Mən 26 il susmuşam. Bir dəfə mən belə çıxış etdiyimi görmüsünüzmü? Belə bir şey hallanıbmı? Amma artıq mən bezmişəm. Mən uşaqlarıma görə mən bu videonu çəkirəm. Mən özüm olsaydım, mənim uşaqlarım olmasaydı, gedərdim, boşanardım, deyərdim ki, hə bu ailə içəndir, alkaşdır, pis vərdişləri var, çıxıb gedərdim. Amma mənim 2 övladım var, körpə qızım var, körpə oğlum var. Onlar qalıb qohumların ümidinə mənim yoldaşımı mənim atam işə düzəldibdi. Onun oradan mənə bir qalmışam qohuma, oradan mənə bir pul deyəndə deyir ki, mən maaşı almamışam, mən beləyəm, mən eləyəm, mən maaşı almamışam. Buradan xahiş eləyirəm. Bilmirəm, mən neyim, başımı itirmişəm. Mənə ələ salırlar ki, sən heç kimin yoxdur, sən yəsizsən, gör uşaqlarına necə gözəl baxır. Onun qızları, uşaqları xaricdə oxuyurlar, böyük, yəni yaxşı yerlərdə oxuyurlar, onlarla maraqlanır. Mən öz bacılarımla da əlaqə saxlamağa çalışmışam ki, yəni ögey də olsaq biz bir atanın övladlarıyıq. Biz bir-birimizlə mehriban olmalıyıq, amma onlar deyiblər ki, bizim sənadda bacımız yoxdur. Halbuki onlar məni heç vaxt görməyiblər. Bir dəfə görüblər, mən o vaxt gedəndə bayaq dediyim kimi onun 3 yaşı var idi, böyük bacımın. Mənim 9 yaşım var idi. Məndən 6 yaş kiçikdir böyük bacım. Mən buradan üzümü tutub deyirəm ki, baxın, deputat adamın qızı bu dəqiqə çöllərdədir. Yəni hər kəs bilsin ki, onun nəvələri çöllərdədir. O istəsə, onun hər cür şəraiti var, hər cür vəzifəsi var. O istəsə, mənim istədiyim odur ki, mənim evim 3 ilə 5 il ərzində tikilib təhvil veriləcək. O müddətə kimi mən bunun qapısında qalmayım. Mənə müvəqqəti, əslində mənə ev də düşür, ayrılandan sonra ev verməyib mənə, amma mənə müvəqqəti yaşamaq üçün bir köməklik eləsin. Mən hardasa ev tikilənə kimi gedim orada qalım ailəmlə, yoldaşımla, uşaqlarımla. Əgər yoldaşım məndən yaşamaq gəlmək istəsə, onun da anası rəhmətə gedib, bayaq dedim kimi qaynanam. Baldızım ərdədir, tək övladdır. Deyir, mən atam da bu vəziyyətdə, ona tək qoyub gedə bilmərəm. Amma mən neyim, məni çölə salır, mən uşaqlarımı düşünüm. Neyim, mən bilmirəm. Siz mənim yerim olsanız neyin yərdiniz? Buradan mən yardım istəyirəm, kömək qoy. Hər kəs də tanısın ki, mən atamın həm zaman tərəfini tutmuşam, amma artıq mən dözə bilmirəm. Mən nənəmin telefonundan zəng eləyirəm ora, o telefonu atır bloka. Mən anamın telefonundan zəng eləyirəm ora ki, bax, belədir ata, xahiş edirəm, gəl danış, atır mənə bloka ki, mənə heç bir şey demə. Bu nə dərəcədə düzgündür? Hər kəs bunu paylaşsın, hər kəs görsün ki, onun qızı nə vəziyyətdədir.